Videonu izləyən hər bir kəsi salamlayıram. Bu video müraciəti adı Fövqəladə Hallar Nazirliyi olub da, özü fövqəladə davranmayan Fövqəladə Hallar Nazirliyi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal rayon İcra Hakimiyyəti və Yasamalın 23 min səsi ilə seçilmiş bələdiyyə sədri üçün çəkirəm. Bura Yasamal rayonudur. Mən Ümid Əkbərov küçəsi ev 109-da yaşayıram. Məni tanıyanlar, bilənlər bilir ki, müstəqil jurnalistəm. Məsələ bundan ibarətdir ki, bir neçə gün öncə Melisa Parkda baş verən hadisə hər kəsə məlumdur. Və mən bir neçə gün sonra, bəlkə də bir saat sonra eyni hadisənin təkrar olunmaması üçün bu video müraciəti çəkirəm. Mənim bu video müraciəti bu cür çəkməyimin səbəbi bundan ibarətdir ki, mənim evim aşağıdakı qonşuların evindən 15 metr hündürlükdədir. Və aşağıda gördüyünüz bu qədər ev Qərbi Azərbaycandan məcburi köçkün olaraq gəlmiş insanlara aiddir və hər biri də qanunsuz tikilidir. Məsələ bundan ibarətdir ki, aşağıdakı qonşu mənim evimin altını qazır. Yəni, anlayacağınız mənim evimin altındakı torpaq təbəqəsini qazıyır. Çünki səbəbi çox bəsitdir. Burada ev tikmək üçün əlavə yeri qalmayıb və əlavə yeri qalmadığı üçün də mənim evimin altındakı torpaq təbəqəsini qazıyaraq qanunsuz ev tikmək istəyir. Mən bu məsələ ilə bağlı artıq dünəndən bəri bəlkə də 10 dəfə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Çünki torpaq təbəqəsini o qazdıqca torpaq yumuşalır. Lakin Fövqəladə Hallar Nazirliyi normalda fövqəladə davranmalı idi və gəlib yerindəcə baxış keçirməli idi. Lakin mən dünəndən bəri bəlkə 5 dəfə, 10 dəfə zəng etmişəm qaynar xətt nömrələrinə. Onlar hər dəfəsində... Bu barədə deyə bilmirik. Çünki biz ötürücü qurumuq. Məlumatı biz götürürük, adətimiz ötürürük. İcraçı qurumlar nə vaxt gedib baxacaq, həll edəcək, o barədə bizə məlumat verilmir. Axı bu məntiqsiz bir şeydir. Bəlkə mən bir aydan sonra gələcək, bəlkə 2 gündən sonra bu ev çökəcək, o qazacaq. Çünki adam axşamdan səhərə qədər qazıntı işi aparır. Ki təkrar bir daha ötürərik, xanım, təkrar bir daha ötürərik məlumatı. Yəni garantiya verirsiniz sizin əməkdaş gələnə qədər bizim evimiz uçmayacaq və ya dünənləri Melisada baş verən hadisə baş verməyəcək. Biz necə garantiya verə bilərik? Yəni garantisi verə bilərik. Yəni biz ötürücü qurumuq, sadəcə məlumatı götürüb adətimizi ötürmüşük, rəsmi qaydada müraciət olunub bununla bağlı. Okey, tamam. Siz yaxın günlərdə bəlkə bir 15 gün sonra gələcəksiniz, amma mənim bəlkə 1 saat sonra evim uçacaq. Çünki onlar artıq evi qazıdıqca mənim evim qəzalı vəziyyətə düşüb. Və bu təkcə mənim üçün də deyil, mənim ətrafımdakı bir neçə qonşunun evi üçün belə təhlükə törədir. Baxın, hal-hazırda qumu qazıdı, arabayla bura tökdü və hal-hazırda yenidən qazımağa gedir. Mənim bu kadrı bu cür çəkməyimin səbəbi buydu. Bunu fakt olaraq sizə göstərmək və sübut eləmək. Çünki mən bilirəm, Azərbaycanda yaşamaq necə bir şeydir. Evim sabah bir gün uçacaq. Mən aidiyyatı qurumların boynuna qoya bilməyəcəm ki, mən sizə müraciət elədim, siz vaxtında gəlib bir tədbir görmədiniz.